Sən istəyirsən çıx get, mən getməyəcəm. Elə ləzzət elədi bu bağı, hörmətli izləyicilər. Hamıya salam. Axıra kimi izləyin, videonu bölüşün. Sizə bir dənə buna bax, ləzzət, kef. Al, yaşa da özün üçün, həqiqi. Doğrudan deyirəm, yani, zarafat sat yoxdur. Alballıq Vişnyovkada. Getdik. Səsə bax, xoruz, toyu, səs. İdman eləmək istəyirsən, qardaş, idman da elə, bax, çıxdım bir dənə. Getdik, hə. Bu həyətdə 2 dənə evimiz var. 1, 2. Yəni, biri bu, biri də bu. 18 sotdur, amma mən hesapladım, 18 sotdan da biraz yuxarıdır. Sənədli qaydasındadır, tam mülkiyyətdir. Paket kupsadır. O evində, bu evində sənədi var. 2 dənə çıxarış var. Ümumi satılır. Opşi. Qiymətimiz 450 minə deyirik. Aşağı yeri təbii ki. İki qardaş ala bilər. 2 yaxın qohum. Bura bisetkadır. Görə qəşəng güllərlə bəzədilib. Bura manqalımızdır. Evin içində də demək olar ki, 80-85% əşyalar qalacaqdır. 2 qapısı var. Bir qapısı indi başladığımız yerdən, ikincisi buradadır. Yəni quşların səsi gəlir də, burada başqa bir səs zat yoxdur. Sakitçilik. Valiyerdə itimiz də var. Deyəsən Nemetski ovçarkadır, səhv eləmirəmsə. Bir dənə o gözəl səni də çək. Gözəldir, yönə qəşəng itdir. Çöpəsçidən çox çəkmə. Tutub eləyək. Əncili. Çoxlu meyvə ağaçları var. Deməli, bu evimiz 300 kvadratdır. Bu da haradasa 250 kvadrata yaxındır. 2 mərtəbə, ikisi də 2 mərtəbə. İkisi də monolitlidir. Burada bax, üstü bağlı, maşını saxlaya bilərsin. Amma orada ev sahibi belə kaçellər qoyub. Burada batutudur. Orada saunasıdır. Burada deməli 3 yataq otağı yuxarıda, bir qonaq otağı aşağıda, sanuzilləri hamısı ayrı-ayrıqdadır. Hovuzumuzun ölçüləri hardasa 4'ün 8'e. Burada saunası yerləşir, hörmətli izləyicilər. Bu belə daşlarla üzərində fikir verirsiniz. Baba, bu hissəyə baxın. Həyətimizin işıqlandırması, video kamerası da var. Evdən yəni baxılır, bütün həyət baca görsənir. Bir sözlə də 2 evdir də. Orada baxacağıq. Gəl. Kim alsa Allah xeyir versin. Vişnyovka, Albalda Əbülfəz məscidi var. Oraya yaxın. Bilgəhə çox yaxındır. Buradan Bilgəhə haradasa bir 2-3 kilometr məsafədir. Yoldan da yaxındır. Yəni haradasa olar da bir 250-300 metr içəridə. Burada bax, töyökçüzə də saxlayırlar. Buna da bəzəyiblər. Buna bax. Qardaş. Buna bax. Çək bir dənə oranı. Güllərə bax. Qardaş, əsl şəhərdən kim bezib ha? Qulağı səs götürmür. Onun üçün əla bir təklifdir. Yəni bu qiymətə siz şəhərdə belə deyək də 3 otaqlı mənzil ala bilərsiniz. Amma bu da ki, yəni nə lübitilə açığı istədiyim. Kim şəhərin propkasından bezib, səs-küyündən bezib, istəyir sağlam həyat aparsın. Bax, burada da qarajı var. Sağlam həyat aparsın, təmiz hava nəfəs alsın, gemoglobini çoxalsın. Nə deyim buna? Elə deyil. Operator da elə buralıdır, Vişnyovka aldı. Gemoglobini partladı. Çoxdur gemoglobini. 130 gemoglobini, yox, 134, nə qədərdir? 150 gemoglobini var. Vişnyovkada o qədər yaşayıb ki, təmizə. Burada özü nəmişli izad olmur ha. Şimdi 2 dənə qapısı. Orada həyətdə sağ tərəfdə sanuzilimiz var idi. Çəkmə ehtiyacı yoxdur, elə qıraqdan görsə, güllü, çiçəkli, bağlı, bağçalı da var. Hamı belə bağ istəyir. Buyur. Otaqlarla tanış oluruz. Təmiri əla, şikarni, pul tələb olunmur. Hamısı qaydasındadır. Əşyaların bir 80-85% qalacaq.
Girən kimi, hörmətli izləyicilər, bax belə divar içi qəşəng baba otuzdurublar bura. Heç nəyin eşatçığı yox, dolab. Bura qonaq otağıdır. Qapılar hamısı qoz ağacındandır. Bax belə qonaq otağımız. Tavanın hündürlüyü hardasa 3.20-yə yaxındır. Mətbəxi təmiz, səliqəli, tərtəmizdir. Xuna mebeldə. Yəni illər öncə tikilib, amma baxırlar da, yəni baxımlıdır. Tökülüb eləmir. Baxdıq bura. Bura yataq otağımız. Burada gördüyünüz kimi səliqəli vəziyyətdədir. Oradan qoz ağacı çox moşn olur da. Bura sanuzildir, hamam tualeti. Burada bax pilləkənlə düşürsən aşağı. Burada da yəni balaca iqravoy detski, uşaq üçün. Stolu zat, hər bir şeyi var. Burada qazanxanadır. Kombisi burada yerləşib. Buradan da bax qapı var. Hovuz hissəyə. Qalxaq ikinci mərtəbəyə. Otaqlara baxınca birinci bura baxaq. Bura belə bir otaqdır. Orada kladovkasıdır. Buradan da kamera ilə yəni nəzarət olunur həyətə. Gəl. Və yataqlar, 3 dənə yataq otağımız. Bura sanuzildir. Birinci mərtəbədəki nətər dörrü, bax, toçlu elədir. Bura birinci yataq otağıdır. Yəni 2 dənə evdir də, yəni bir həyətdə 2 ev. Bu ikinci yataq otağıdır. Hər otağında split kondisioneri, mebeli var. Yağın ki, mən belə başa düşürəm, mebellər qalacaq. Və üçüncü yataq otağımız. Bu da belə əla. Bax, görürsünüz də, aboyunda bir dənə, yəni, bir dənə problemi yoxdur. Bir dənə bax, qaraltı nöqtə. Heç yerdə yoxdur, yəni, pul qoyulmayacaq. Və balkonumuz, balkonu da elə buradan çək görsət həyəti. Mən çıxaram, sən buradan çək, narahat olma. Bir dənə hava var ki, gəl görərsən. Oturursan orada özün üçün. Yiğit, yaşa da. Bundan artıq nə lazımdır insana. Zəngimizi gözləyirəm. Sağ olun.